Salam. Bugün sizlerle birlikte Qış Kölgəsi kitabını müzakirə edəcəyik. Maria meşədə rast gəldiyi canavar balasını evinə gətirdi. Və dostları və kəndlilər bunu düzgün hesab etmədilər. Lakin zaman keçdikcə Maria ilə canavar balası kölgə bir-birlərinə çox bağlandılar. İnsanlar onlara olan münasibətini dəyişir. Bir gün kəndə sirli bir qadın gəldi. Qadın hər gecə cürbəcür maraqlı nağıllar danışırdı. Nağılların çoxu canavarlar tərəfindən böyüdülmüş oğlan haqqında olurdu. Və bir gün qadın bu nağılları danışanda kölgə ilk dəfə ulardı. Və gələn səhər Maria yuxudan oyananda kölgənin yerini tapa bilmədi. Bundan sonra isə nağılın ən maraqlı yerinə başlayırdı. Bu kitab üz qabığında balaca qız, canavar və qış fəslini görürəm. Hələ əgər bu kitabı oxumasaydın, kitabın üz qabığına baxıb nə düşünərdin? Səncə qorxuludurmu, yoxsa maraqlıdırmı? Bəzən kitab qabığı həqiqət olmaya bilər. Ona görə ilk öncə kitabı oxumaq lazımdır. Sonra qərar vermək. Fərəy, səncə bu kitab bizə nə öyrədir? Bu kitab cəsur olmağı, qorxularımızla üzləşməyi və təbiəti sevməyi öyrədir. Bəs sən bu kitaba yaxın dostlarına məsləhət görərdinmi? Əlbəttə görərdim. Ən çox sirli və macəra sevən dostuma tövsiyə edərdim. Belə, sən əsas qəhrəman olsaydın, təkcə qaranlıqda meşəyə getməkdən qorxardınmı? Düzün desəm, təkcə olsam qorxardım. Amma sən yanımda olsan, qorxmazdım. Mən də elə düşünürəm. Dostlar, siz bu kitabı bəyəndinizmi? Bəs sizin favori kitablarınız hansıdır? Gələn videoda hansı kitabları müzakirə edək? Ümid edirik ki, təqdimatımızı bəyəndiniz. Sağ olun.